olasınız. Təşəkkür edirəm. Yaddan Çox çıxarmayaq ki, yaraşıqlı Xəyyam məsələlər var özü olasınız. teatr və kino aktyorluğunu qurtarıb və Üns Yaradıcılıq Birliyində. Akşınla bir yerdə bəli, bir yerdə olmuşuq. Hətta bizə Bu il ikimizə də bizim 20 ilimiz tamam olur. 20-21 20 2006-cı 2005 ildə oldu. 2006-cı ildə artıq bizim 2006-da premyeramız oldu. 2005-də bizim premyeramız oldu. Altıda. 2006-da biz səndən artıq uca Parisdə idik. Hətta Təmsil elə edirdik. Oraya ardınca Bəs 2005 idi də. Xahiş edirəm onu dəqiqləşdirib sonra söhbətə. Yox, 21 il tamam olub. Yəni bir şey olsa 25 iki daxil. peşəkar aktyorun hazır. Arasında da böyük fərq yox da. Yəni Biz çox- də istəyirik, biz də istəyirik. etiraz Sənin eləmirik. arxası Amma kulisdə biz qar olmasın. danışdıq. Akşin təklif elədi özün. Amma belə yay hava, qarda yox. Bax, Yay. Yox, mən Qarda məcid belə yola yayda. qarlı havanı Məcid daha çox sevir. bax o işlərə tam səmimi deyirəm. Həmişə belə deyə aktyor, aktrisa seçimi indi mən nəyə demək istəyirəm amma buradan. Bəzi dostlar da məndən inciyənlər var. Deyirəm ki, baxın, mən ssenarist ola bilərəm. Mən filmin prodüseri ola bilərəm. Mən burada baş rollardan biri ola bilərəm. Bu o demək deyil ki, hər şeyi qərarı mən verməliyəm. Filmin rejissoru var. Yəni aktyor seçimində mən təklif verə bilirəm İlhama həmişə. Məsəl üçün deyirəm ki, tutaq ki, İlham bax filan obraza məsəl üçün Nuranəyə çəkə bilərik. İlham məsəl üçün fikirləşir, indi ola bilər Nuranə İlhamın ağlına gəlmir. Məsəl üçün deyirəm də. İlham deyir ki, "Oya nə yaxşı ağlıva gəldi sənin Nuranə." Elə də Oxey deyil. danışaq Nuranə ilə. Yox, məsəl üçün deyirəm də. Yəni filan kəs seçər. Məsəl üçün elə obraz olar ki, deyərəm ki, məsəl üçün bəlkə İlqar müəllimi çəkək obraza. Xırda bir obrazdır da. Bir dənə məsəl üçün orada əsəbi müdürdür, gəldi. Hə, o bacar. işçiləri döydü, getdi. Hə. Məsəl üçün Mən necə? görürsüz bax mən yazanda da onu Birbaşa. və bizdə ən yaxşı şey də nədir? Biz ssenari yazanda əvvəlcədən bax Hozu filmləri belə yazılıb. Əvvəlcədən biz nə edirik? Bu tutaq ki, Hozu dayə filmini çəkəcəyik. Biz orada nə edirik? İdeyanı bilirik, nə edəcəyik? Filan obraz var. Bu obraza kim yaraşar? Məsəl üçün tutaq ki, məsəl üçün Məcid yaraşar. Məcidə zəng edirik, Məcidlə danışırıq, Məcidin razılığını alırıq. Ssenari yazanda artıq Məcidə yazırıq. Birbaşa əyin. Birbaşa ona yazırıq. Ona. Sabahlarım o obraza girməsin. Hazır gəlsin oynasın, Özüdür, getsin. ha. O daha yaxşı olur da. Təbii. Ona görə əziz qardaşlarım, növbəti film çəkəndə Mən üzr istəyirəm. Burada iki dənə məsələyə dəymək istəyirəm. Hozu deyəcəkdim. Məcid mədəni şəkildə deyir ki, məndə imtina eləməyə üzü yoxdur, o yaxşıdır. Onun üstünə atıram o imtina edir, üzü var onun.